Salam əziz izləyicilər. Bugünkü dərsimiz şəbəkələr bölməsindən kompüter şəbəkələri və onların təsnifatlarıdır. Müasir dövrdə kompüterlər tək-tək deyil, əsasən şəbəkə şəklində işləyir. İnternetdən istifadə, fayl paylaşımı, onlayn dərslər, elektron poçt kimi xidmətlərin hamısı kompüter şəbəkələri vasitəsilə həyata keçirilir. Bugün biz kompüter şəbəkələri anlayışı və onların təsnifatları ilə tanış olacağıq. Kompüter şəbəkəsi nədir? Kompüter şəbəkəsi müxtəlif kompüterlərin və digər qurğuların rabitə kanalları vasitəsilə bir-birinə qoşularaq məlumat mübadiləsi aparması sistemidir. Kompüter şəbəkələrinin əsas məqsədləri: məlumat mübadiləsi aparmaq. Kompüter şəbəkələri istifadəçilərə fayl, sənəd, mesaj və digər məlumatları sürətli və asan şəkildə paylaşmağa imkan verir. Resurslardan birgə istifadə etmək. Şəbəkə vasitəsilə bir printerdən, ortaq fayllardan və internet bağlantısından bir neçə istifadəçi eyni vaxtda yararlana bilir. Vaxt və məsrəfə qənaət etmək. Məlumatların tez ötürülməsi və ortaq resurslardan istifadə həm işlərin daha sürətli görülməsini, həm də əlavə xərclərin azalmasını təmin edir. Kompüter şəbəkələrinin əsas elementləri: kompüterlər və serverlər. Şəbəkədə məlumatı yaradan, qəbul edən və saxlayan əsas qurğulardır. Şəbəkə adapterləri. Kompüterlərin şəbəkəyə qoşulmasını və məlumat mübadiləsi aparmasını təmin edən qurğulardır. Kabel və ya simsiz rabitə vasitələri. Məlumatın qurğular arasında ötürülməsini həyata keçirən əlaqə mühitidir. Şəbəkə avadanlıqları, router, switch və s. Şəbəkə daxilində və şəbəkələr arasında məlumat axınını idarə edən və paylayan qurğulardır. Kompüter şəbəkələrinin təsnifatı. Kompüter şəbəkələri bir neçə meyara görə təsnif olunur. Əhatə dairəsinə görə şəbəkələr. Lokal şəbəkə, LAN. Məhdud ərazini əhatə edir. Məktəb, ofis, ev kimi. Sürətli və etibarlıdır. Misal kimi məktəbdə kompüter sinifindəki şəbəkəni göstərmək olar. Regional şəbəkə, MAN. Bir şəhər və böyük yaşayış məntəqəsini əhatə edir. Məsələn, şəhər üzrə bələdiyyə şəbəkəsini misal göstərmək olar. Qlobal şəbəkə, WAN. Ölkələri və qitələri əhatə edir. Ən məşhur nümunəsi internetdir. Qoşulma üsuluna görə şəbəkələr. Naqilli şəbəkə. Kompüter və digər qurğuların şəbəkəyə xüsusi kabellər, məsələn, burulmuş cüt kabel vasitəsilə qoşulduğu şəbəkə növüdür. Bu cür şəbəkələr məlumatın ötürülməsində yüksək sürət, sabitlik və təhlükəsizlik təmin edir. Lakin kabel çəkilməsi əlavə xərc və məhdudiyyət yarada bilər. Simsiz şəbəkə. Kompüter və qurğuların Wi-Fi, Bluetooth və digər simsiz texnologiyalar vasitəsilə şəbəkəyə qoşulduğu şəbəkə növüdür. Bu şəbəkələr istifadə rahatlığı və hərəkət azadlığı yaratsa da, naqilli şəbəkələrlə müqayisədə bəzən sürət və təhlükəsizlik baxımından zəif ola bilər. İdarəetmə üsuluna görə şəbəkələr. Müştəri server şəbəkəsi. Şəbəkədə əsas idarə edici kompüter server mövcuddur və bütün məlumatlar, istifadəçi hesabları və resurslar server tərəfindən idarə olunur. Təhlükəsizlik və nəzarət səviyyəsi yüksəkdir, çünki giriş hüquqları və məlumatlara icazə mərkəzləşdirilmiş şəkildə tənzimlənir. Böyük müəssisələr, məktəblər və təşkilatlar üçün daha uyğundur. Server sıradan çıxdıqda şəbəkənin fəaliyyəti məhdudlaşa bilər. Bərabər hüquqlu şəbəkə. Şəbəkədəki bütün kompüterlər bərabər hüquqludur və hər biri həm müştəri, həm də server rolunu yerinə yetirə bilər. Xüsusi serverə ehtiyac olmadığı üçün qurulması sadə və ucuzdur. Kiçik şəbəkələr üçün uyğundur, məsələn, ev və ya kiçik ofis şəbəkələri üçün. Təhlükəsizlik və nəzarət səviyyəsi müştəri server şəbəkəsi ilə müqayisədə daha aşağıdır. İndi isə mövzuya aid 3 test nümunəsinə baxaq. Yekun. Bu dərsdə siz kompüter şəbəkəsinin nə olduğunu, şəbəkələrin əsas məqsədlərini, şəbəkələrin əhatə dairəsinə və idarəetmə üsuluna görə təsnifatını öyrəndiniz. Bununla da dərsimizin sonuna çatdıq. Əgər video faydalı oldusa, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun və internetdə təhlükəsiz qalın.